Bakıda İslamofobiya diqqət mərkəzində qərəzin ifşası, stigmaların dağıdılması mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü il dönümünə həsr olunub. Bakıda keçirilən İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda 2 günlük beynəlxalq konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. Müraciətində dövlət başçısı bildirib ki, Azərbaycan İslamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın 30 illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilib, etnik təmizləmə aparılıb və bunun nəticəsi olaraq 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ərazilərimizdə milyona yaxın mina bastırılıb, urbisit, kultursit və ekosit cinayətləri törədilib. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, bir çox qərb cəmiyyətində bir ayrı seçkilik forması kimi İslamofobiya artıq normallaşır və xüsusilə Fransa kimi ölkələrdə sekülərizmin adı altında müsəlman icmaların damğalanması ciddi narahatlıq doğurur. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır. Bu bizim üçün təkcə bir nəzəri məsələ deyil, nəzəri problem deyil, praktiki problemdir. Biz özümüz də üzləşmişik bu və digər formada. Düzdür, Ermənistan-Azərbaycan münaqişəsi dini münaqişə deyil, arazi iddialarla bağlı mübarizədir, amma bizim arazilərimizdə eyni zamanda hal-hazırda Ermənistanda Azərbaycanın irsi, mədəniyyət irsi, hansı ki Azərbaycanın irsindən danışarkən bu İslam irsinin də bir tərkib hissəsidir və bu məhv olunur, qəbristanlıqlar, məscidlər və s. Tədbirdə çıxış edənlər Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və İslamofobiyaya qarşı tutduğu prinsipial mövqeyinin bütün dünya üçün nümunə olduğunu bildiriblər. Çıxışçılar həmçinin müsəlmanların institusional, ayrı seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşdiklərini, dünyanın hər yerində dini obyektlərə hücum edildiyini bildiriblər. İslam sülh, hörmət və mənəvi maarifləndirmə dinidir. Bakıdakı konfrans bizə mövcud stereotipləri dəyişdirməyə töhfə vermə imkanı yaratdı. Təəssüf ki, Fransa, İsveç, Norveç kimi ölkələrdə bir çox insanlar hələ də İslam haqqında təhrif olunmuş təsəvvürə malikdirlər. Onlar onun mahiyyətini anlamır, İslamı aqressiv din hesab edirlər. Məhz buna görə də biz ictimai qavrayışın dərinləşdirməsi istiqamətində işi davam etdirməliyik. Təəssüf ki, yalnız dinin deyil, həm də İslamın özü ilə bağlı da yanlış yozumlar mövcuddur. Cəhalət, təkəbbür və yanıldıcı davranışlar ayrı seçkiliyin və ön mühakimələrin formalaşmasına səbəb olub. Mən düşünürəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baxışı və yanaşması çox uğurludur. Çünki bu mərkəz düşünürləri, dini liderləri və ekspertləri bir araya gətirərək İslamofobiya, cəhalətə qarşı əks bir yanaşma təqdim edir. Qeyd edək ki, konfransda iştirak edən 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatlarının ekspertləri, dini xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri konfrans çərçivəsində bugün təşkil olunan panel sessiyalarda müzakirələr aparılıb. Bugün başlayan İslamofobiyaya qarşı mübarizəyə həsr olunan 3-cü beynəlxalq konfrans dini dözümlülük və qarşılıqlı anlayışın təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Ümid edirik ki, bu konfrans yeni dialoqlara və konkret addımlara zəmin yaradacaq. Nədir İslamofobiya? İslamofobiya bir insanın sadəcə inancına, İslam dininə, etiqadına görə ayrı seçkiyə məruz qalmasıdır. Bu isə hər bir insanın vicdanına toxunmalıdır. Keçirilən bu konfranslar da insanlığın səsini qaldırmaq, susanları oyatmaq üçün çox vacibdir. Çünki susduqca nifrət danışmağa, artmağa və yayılmağa davam edir. Rövşən Əliyev, Bəkir Həşimov, Space xəbər.